öz uşaqlığı haqqında danışır ki, və qəd alimtum mavzi'i min Rasulillah. Yaşlı vaxtında danışır. Deyir, axı, bilirsiniz, mən Peyğəmbərin yanında necə bir yerdəydim. Hamınız bilirsiniz. Məqamı bilirsiniz. Bilirsiniz ki, mənim xüsusi yaxınlığım var idi Peyğəmbərə. Peyğəmbər məni çiyninə qaldırırdı. Peyğəmbər məni bağrına basıb gəzdirirdi. Cəmaat həmişə görürdü ki, Peyğəmbər gedir, qucağında bir uşaq var. Təsəvvür edin mənzərəni. İslam adında bir, məsələn, deyək, əsər, roman, serial, filmə baxırıq, tutaq ki, İslam bir serialdır, filmdir. İlk gündən 2 qəhrəman görürük. Bir əsas qəhrəmandır, bir də onun yanında, qucağında ondan ayrılmayan bir şəxs. Bu dinlə tanışdıq, bu 2 şəxslə tanışdıqla başlanır. Görürlər ki, dağlara gedir Peyğəmbər münacata bir uşaq qucağında. Bir uşaq qucağında aparır. Yolları gedir uşaq qucağındadır. Əleyhissalam deyir ki, özü məni yatızdırırdı Peyğəmbər. Məni nəvaziş eləyirdi. Öz əlləri ilə mənə yemək yedizdirirdi. Məni o böyüdürdü. Və ondan sonra deyir ki, həyatım boyu, uşaqlığımdan Peyğəmbər məndən bircə yalan və səhv iş görmədi. Mən heç vaxt eləmədim. Ondan sonra deyir ki, uşaq anasının dalıca necə qaçırsa, mən Peyğəmbərin dalıca elə qaçırdım. Və hər gün körpə vaxtımdan Peyğəmbər salavatullah mənə nəsə öyrədirdi. Çünki onlar nurlar aləmində bir yerdə olublar, hələ dünyaya gəlməmiş. Və dünyaya gələndə də dünya həyatının qaydalarına uyğun bir yerdə yaşayırlar.